və bu şərəfsizlər İlham Əliyevin İran haqda sərt çıxışı Türkiyədə müzakirələrə səbəb olub. Ərdoğana yaxınlığı ilə tanınan AKP-li keçmiş millət vəkili, jurnalist Şamil Təyyar İlham Əliyevi sərt tənqid edib. Şamil Təyyar sosial mediada paylaşım edərək yazıb. 2024-cü ildə Bakıdan Qrozniyə uçan Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsi Aktauda Rusiya raketi ilə vurulub. Hamı kəmərlərini bağlasın. 38 sərnişin həlak olub. Bundan əlavə, Putin təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu etiraf edib. Heç kim onları şərəfsiz adlandırmayıb. Başınızı kəsəcəyik təhdidləri edilməyib. İndi İranın raketi biz atmamışıq deməsi və hadisənin hələ də aydınlaşdırılmaması ilə bu qəzəbin səbəbi nədir? Yeganə səbəb İsraildirmi? Qeyd edək ki, İlham Əliyev İran dronunun Naxçıvanı vurmasından sonra çıxış etmiş. Bildirmişdi ki, Azərbaycan bunu cavabsız qoymayacaq. peşman olacaq. Bizim gücümüzü sınamasın.